mimikalarım ilə onu elədim və çox qəşəng alındı. Sonra da evdə təkrar elədim yatanda, duranda ki, yaxşı oynayım da onu. Hamı görsün məni, eləsin. Sonradan əla alındırdım. Uşaqların da bəzi əla alındırdım. Belə. Belə uğur hekayən belədir. Bəli. Mən çəkilməyi çox sevirəm. Mən çəkilməyi çox sevirəm çünki sən deyəsən məşhur olmaq istəyirsən. Hə, həm də mən məşhur olmaq istəyirəm. Televizorlarda məni görsünlər, bəyənsinlər. Onda sənə yaxşı bir xəbərim var, sən artıq məşhursan. Hə, məşhuram. Televizora baxanda özümü görürəm və hamı məndən gürül duyur. Ki, Firuzə belədir və ona fərq edirik. Mən də elə bilirəm özüm şeyəm də, yəni böyük aktrisayam. Balaca hesab eləmirsən özünü? Yox. Yox. Balaca olmaq gözəldir axı, hələ sən böyüyəcəksən. Hə, balaca olmaq da qəşəngdir, amma özüm böyük hiss edirəm. Amma səni ilk Instagramdan kəşf ediblər, sosial şəbəkədən. Bəli, kəşf ediblər. Valideynin o şəkilləri, o videoları qoyanda inanardın ki, səni kəşf eləyəcəklər, sən kinoya, seriallara çəkiləcəksən. İnanırdım. Aha. İnanırdım. Aha, səbəb? Çünki mən elə bilirdim, mənim çəkirlər anam, mən çəkir qoyacaq YouTube-a. Aha. Mən elə bilirdim, mən çəkəcək YouTube-a, onda 3 yaşım var idi. Sən 3 yaşından belə məşhur olmaq istəyirsən, bu nəyin həvəsidir belə? Mən istəyirəm də. İstəyir. Bu uşaq məşhur olmaq istəyir və istədiyinə də nail olub. Təbrik edirəm. Allah verib də bunu, Allah verib. Nəyi verib Allah? Allah məni deyib, Allah deyir ki, sən aktrisa olasan, hep bu aktrisalarla buraxmayacaqsan.